Allah bütün cəmi dünyadan köçənlərimizə rəhmət eləsin. Xırdalan qəbristanlıqları, mənim atam Xırdalan qəbristanlığında getmiş olubdu. Hə. Bir dəfə necə getdim atamın qəbrinin üstünə, necə ziyarət elədim, indiki məclisini, Quran oxutdum, necə də təmizlədik, yudum da bu başdaşımıza bura. Bir qəbir üstünə qaydanda, bax indi danışıram ondan. Yəni külərim biz olmalı. Bir addımlayaldım, bir də baxdım ki, bir başdaşım bana bax. O qədər mənə tanış gəldi ki, bir anın içində insan belə bir tərəddüd içərisində qalır. Şimdi bir anın içində fikirləşdim, bir də baxdım ki, rəhmətlik Alqayıt Xəllovun qəbri atamla düz böyür-böyür. Getdim şairin qəbrimizə, onu deyir Körün Xasiyeva ilə bir məclisdə, o Körün hanıma Allah şəfa versin bizim böyük sənətkarımız. Oxuyur, Xəlilovda orada bir şiir deyir Salman, deyir ki, bocalmazdım dərdin qəmin əlindən. Bocalmazdım, vay qonşu, dərdin qəmin əlindən. Göz yaşımı silə-silə qocaldım. Ay Rabil, çərxi dönmüş, elə qatdı başımı. Damla-damla, gilə-gilə qocaldım. Tarixlərə düşə bilməyən bir adıq. Ayınlar, deyə bilmərəm, ya qəmgirik, yaşadıq. Sağ olayım oğlum. Köləlikdə, əsarətdə yaşadıq. Bu dövrana gülə-gülə qocaldım. Doğma gəzdim, yad qapısını döymədim. Yaltaqlığın libasını geymədim. Ana yurdun Salman, sevincinə dəymədim. Kədərini böyle qocaldım. Alqaytam şırım yağıb üzümə, şırım yağıb qəmçiləri üzümə. Bax beləcə divan tutdum özümə. Qana-qana, bilə-bilə qocaldım. Allah qəni-qəni. Ay dostlar.